şeyin əslində bir zirvəsi var və bütün zirvələr arzu olunandır. Onu da təhsilin zirvəsi kimi hesab eləyə bilərik. Söhbət Oxford Universitetindən gedir. Bugün isə qonaqlarımızdan ilki Oxford Universitetinin tələbəsidir. Böyük məmnuniyyətlə onu dəvət edirəm. Buyur Tərlan. Tərlan, xoş gəlmisiniz. Xoş gördük. Və əslində sizin kimi gəncləri dəvət eləmək də bizim məqsədimiz. Gənclərə motivasiya olsun. Onlar görsün ki, həqiqətən də belə həmvətənlərimiz var. Məqsəd yönlü, təhsilində uğurlar qazana bilən və böyük məmnuniyyətlə birinci başlayaq ki, sizin təhsiliniz hardan başlayıb və Oxforda kimi necə gəlib? Orta məktəbi Ağdaş Özəl Türk Liseyində oxumuşam. Oranı bitirdikdən sonra 690 balla Qafqaz Universitetinə qəbul olmuşdum, kompüter mühəndisliyinə. Bir il Qafqaz Universitetində oxuduqdan sonra İngiltərənin Sheffield Universitetinə getdim. Sheffield Universitetində 4 illik bakalavr və magistr birlikdə olan kursu bitirdim. Birlikdə oxumusunuz ikisini. Və magistraturanı bitirdikdən sonra Oxford Universitetinə qəbul aldım. Hal-hazırda Oxford Universitetində mühəndislik elmi üzrə, daha dəqiq desəm, robototexnika, yəni robotics üzrə doktorantura təhsil alıram. Çox gözəl. 2016-nın oktyabr ayında imtahandan keçərək fəlsəfə doktoru namizədi adını qazanmışam. Möhtəşəm. Bunlara bir-bir gələcəm, amma 690 bal yığmışsınız o il üçün. Bəlkə prezident təqaüdünə düşürdümü o bal? Bəli, bəli. Həm də prezident təqaüdçüsü olmusunuz. Çox gözəl, çox sevindiricidir. Və ilk ixtisasınız başqa olub, bakalavr və magistr üçün, sonra PhD üçün dəyişmisiniz. Gəlin başlayaq ilk ixtisasınızdan, sonra dəyişmə səbəbinizi izah edərik. İlk ixtisasım kompüter elmləri idi. Kompüter elmlərində daha çox proqramlaşdırmanı öyrənirdik. Və Sheffieldda daha çox web development üzərinə idi. Yəni veb saytlar düzəldirdik və bəzi kompüter proqramları düzəldirdik. Lakin sonra dissertasiya işimdə robotlarla əlaqədar iş gördüyüm üçün robotlarla işləmək daha maraqlı gəldi. Düşündüm ki, doktorantura təhsilimi məhz robotlarla əlaqədar olsun, roboticslə əlaqədar olsun. Əslində tam ixtisas dəyişmək deyil bu, çünki roboticsdə kompüter elmlərinin bir hissəsidir. Amma daha yəni magistraturada oxuduğumdan biraz fərqli iş oldu. Hal-hazırda sürücüsüz avtomobillərlə əlaqədar araşdırmalar görürəm Oxford Universitetində. Fəlsəfə elmləri namizədisiniz. Elmi araşdırmalarımız var, mütləq ki, məqalələrimiz var. Biraz bundan danışaq. Deməli, Oxfordda Oxford Robotics İnstitutu var. Mən doktoranturamı o institutun tərkibində görürəm. Bizim institutun əsas predmeti sürücüsüz avtomobillərdir. Buraya gəldikdən sonra mən də bu sürücüsüz avtomobillərlə əlaqədar araşdırmalara başladım və hal-hazırda 3 dənə layihəm var. Və bu layihələrin biri ilə əlaqədar da elmi məqaləm beynəlxalq konfransda dərc olunubdur. Doktorantlar, siz nəsə araşdırırsınız, laboratoriya, o test sistemi, nələri testdən keçirirsiniz? Məsələn, bu sahə ilə maraqlı olan gənclər bundan maraqlana bilərlər. Nə işləyirsiniz oralarda? Laboratoriyamızda bir neçə avtomobil var. Müxtəlif şirkətlərin bizə verdikləri avtomobillərdir. Bu avtomobillər üzərində çoxlu sensorlar quraşdırılıbdır. Kameralar var, LiDAR, radar sistemləri var. Bu sistemlər vasitəsilə biz avtomobilə öyrətməyə çalışırıq ki, ətrafdakı əşyaları, insanları müəyyən eləsin, yol işarələridir, işıqforlardır, bunları müəyyən eləsin və ona görə hərəkətini təyin eləsin. Mənim sırf araşdırma gördüyüm sahə də bu avtomobillərin perception hissəsidir, yəni algılama hissəsidir. Mənim əsasən kamera və lazer, radardan gələn məlumatı əldə edib onu bir növ emal edirəm və oradan müəyyən eləməyə çalışıram ki, məsəl üçün bu hissə yoldur, burada insanlar var, bura ilə getmək olar, burada dayanmaq lazımdır. Ondan sonra onu ötürürəm planlaşdırıcıya, artıq o hissəni də görən başqa mühəndislər avtomobilin necə gedəcəyini müəyyən edirlər. Vau, Tərlan, həqiqətən maraqlı bir sahəymiş. Bəs deyirsən sürücüsüz avtomobillər də
bilmirəm, biraz nəyə görə lazımdır səncə bu? Yəni mən bunu tam düşünə bilmirəm. Görəsən nəyə görə lazım ola bilər? Sən amma bunun ekspertisən, məlumat verə bilərsən. Ən əsası məsələlərdən biri odur ki, sürücüsüz avtomobillər ümid edirik ki, daha təhlükəsiz olacaq və bununla da baş verəcək qəzaları, ölüm hadisələrinin sayını azaltmaq olar. Aha. Hər il dünyada 1 milyondan çox insan qəzalarda həlak olur və bu qəzaların çoxusu da sadəcə xırda insan səhvindən, diqqətsizliyindən, ani diqqətsizlikdən baş verən qəzalardır. İkinci bir məsələ ondan ibarətdir ki, insanlar hər gün işə gedərkən, müəyyən bir yerə gedərkən saatlarla avtomobildə vaxt keçirir. Bəzən tıxaclar gözləmək olur və bu da xeyli vaxt itkisinə səbəb olur. Sürücüsüz avtomobillər olduqda bu vaxt itkisi olmaz. İnsanlar avtomobildə olarkən başqa işlərlə məşğul ola bilərlər, nəyisə oxuya bilərlər və bu da iqtisadiyyat üçün, ölkənin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Bundan əlavə insanların sürmə tərzi çox vaxtı qeyri-ekoloji olur. Ani olaraq qaz verib sonra əyləci basırlar. Bu da çox benzin sərf etməsinə gətirib çıxarır. Sürücüsüz avtomobillər isə daha yumşaq, mülayim formada hərəkət edirlər. Yəni elə dizayn eləməyə çalışırıq avtomobilləri. Başa düşdüm. Sizin danışmanızdan həqiqətən hiss edirəm ki, həyat çox tez dəyişir, çox tez dəyərlər dəyişir və sistem dəyişir, vaxt tez gedir, itir. Bəs Tərlan, bu qədər şey eləyirsiniz, siz həm dövlət proqramını oxumusunuz, bakalavr, magistr təhsilini, doktorantura təhsilini, ölkəyə qayıtmaq kimi bir öhdəliyiniz varmı, yoxmu? İstəyirsinizmi bunu, qayıtsaz nə planlayırsınız, gələcəyi necə görürsünüz özünüz üçün? Gələcək üçün Azərbaycanda fəaliyyət göstərmək fikrim var. Yəni orada olan yenilikləri buraya gətirmək lazımdır, mütləqdir bu. Amma eyni zamanda tamamilə oradan ayrılıb gəlməyim də yaxşı olmazdı. Çünki hal-hazırda texnologiya inkişaf etmiş ölkələrdə var və onları oradan götürüb gətirməyimiz lazımdır. Yəni düşünürəm ki, həm orada, həm də burada fəaliyyət göstərməliyəm. Və daha çox da bunu akademikdən daha çox tətbiq etməyə ilə maraqlıyam. Yəni elmi işçi kimi, bir müəllim kimi yox, daha çox sənaye sahəsində çalışan bir insan olmaq istəyirsiniz. Yəni araşdırma aparan mühəndis kimi. Çox gözəl. Ola bilər hamına maraqlı olmasın, amma sizin sahə ilə məşğul olan gənclər var ki, öz sahəmizin detalları belə onlara maraqlı ola bilər. Gəlin bundan danışaq, həmin gənclər də biraz yaxın otursunlar ekrana. Nəsə bölüşə bilərsinizmi öz sahəsinin detalları ilə bağlı? Bəzi detallarını bölüşə bilərəm. Demək, qeyd etdiyim kimi 3 layihəm var və birinci layihə haqqında məqaləm artıq dərc olunubdur. Bu 3 layihənin də əsas məqsədi sürücüsüz avtomobillərin gedə biləcəyi yolları tapmaqdan ibarətdir. Hərəsi müxtəlif yanaşma və müxtəlif mühitlər üçün nəzərdə tutulub. Birinci layihəmdə müəyyən bir mühit üçün avtomobilin hər hansı gedə biləcəyi bir yolu tapmaqdan ibarət edir. Yəni bu asfalt yolu ola bilər və yaxud da meşə yolu ola bilərdi, kənd yolu ola bilərdi. Lakin bu sırf o mühit üçün sistem, müəyyən bir mühit üçün sistem düzəldilirdi. Bunun üçün də yalnız kameradan istifadə edirdik. Yəni ingilis dilində isə real time işləyən bir sistem idi. Yəni avtomobil getdiyi yerdə işləyirdi və bu da onu avtomobil üçün yetərli məlumat təmin edə bilirdi. İkinci layihəm isə hal-hazırda davam edir və o ikinci layihədə bu problemi daha geniş formada həll eləməkdir. İstənilən mühit üçün eləməkdir. Bunun üçün machine learningdən istifadə edərək çalışıram ki, müxtəlif yerləri sinifləndirim və o yerlərə uyğun olaraq avtomobilə məlumat verim. Yəni bildiyiniz kimi yollar arasında çox böyük fərqlər var. Yəni meşə yolu var, dağ yolu var və ya magistral yol var və meşə yolla magistral yol arasında çox böyük bir fərq var. Onun üçün hər biri üçün olan strategiya fərqlidir. Avtomobil də hansı mühitdə olduğunu bilməlidir. Üçüncü layihəm biraz yenidir və əslində çox gözəl bir ideyadır. Düzdür, onun haqqında çox məlumat verə bilməyəcəm, çünki hal-hazırda nəşr olunmayıb və yenidir. Amma onu qeyd edə bilərəm ki, üçüncü layihənin məqsədi daha çox şəhər və magistral yollar üçün nəzərdə tutulub
və sırf avtomobilin qanuni olaraq gedə biləcək yeri müəyyən eləməkdən ibarətdir. Yəni sırf o asfalt yolu dəqiqliklə, çox rahatlıqla müəyyən eləməkdən ibarətdir. Çox gözəl, mən uğurlar arzulayıram Çox sağ olun. sizə və komandanıza. Bir də Tərlan, son olaraq sizdən tövsiyələr alaq gənclərə. Çünki böyük bir cəsarətdir əslində. Məsələn, elə yaxın ixtisası da oxuyursan ölkəyə, sənə deyirlər ki, hələ ki bir şey yoxdur, sənə çox çətin olacaq bu ixtisası oxumaq, bitirəndə nə olacaqsan, necə olacaq. Amma siz bu olmayan ixtisası oxumusunuz əslində. Bu gün də bu əlaqələndirmə işini görməyə hədəfləyirsiniz. Baxın, nə deyərdiniz gənclərə bizim vasitəmizlə? Yəni, onu demək istəyərdim ki, gərək gündəlik oxumaq lazımdır, əziyyət çəkmək lazımdır. Yəni, bura birdən-birə gəlib çıxmamışam, mərhələli şəkildə gəlib çıxmışam. Bunun üçün də əsas olan gündəlik oxumaqdır, dayanmadan hər gün, yəni oxumağı məcburi bir dərs kimi yox, insanın özü üçün vacib olan bir faktor kimi qəbul eləmək lazım. Bəli, gündəlik oxumaq lazımdır. Bəli, ixtisası sevirsənsə onsuz da oxuyarsan. Bir tərəfdən də bunu deyə bilərik. Bəli, təbii ixtisas seçimdə əhəmiyyətlidir, bəli. Çox sağ olun gəldiyiniz üçün. Tərlan, uğurlar arzulayırıq. Çox sağ olun.